Salam uşaqlar, yeni bir test izahına baxaq. 54-cü sualda hansı cümlədə ismin olub-olmadığını əminliklə demək olmur? Baxın, burada bəzən uşaqlar xırdalığa fikir vermir, yəni diqqətli şəkildə davranmırlar. Baxırlar A variantında gümüşü, B-də rəsmi, C-də gözəl, D-də tarixi, Y-də vahid sözünə. Yəni bunları biz həm sifət kimi düşünə bilərik, həm də isim kimi. Baxsaz uzaqdan görərik ki, bütün variant uyğun gəlir hamısına. Amma burada şərt o deyil, gümüşüyə baxasan sən. Məsələn, A variantında baxırsan gümüşü sözünə. Gümüşü sözü deyirəm ki, gümüşü çantama qoydum. Yəni qızıl mənasında. Burada artıq isim kimi düşünəcəksən. Bir də deyirəm gümüşü rəng, yəni rəng anlamında gümüşü çantama qoydum. Hansı? Görürsən buradakı gümüş sözünü mən sifət kimi də düşündüm, həm də isim kimi. Amma təkcə o gümüş sözünə biz baxmamalıyıq. A variantındakı sözlərin hamısına baxmalısan. Çanta sözü burada isim olduğuna görə demək ki, A variantında ismin olduğunu dəqiq demək mümkündür. Ona görə A variantı çıxdı. Sonra B variantında rəsmi sənədlərin arasına qoymuşdum. Bax, burada rəsmi sənəd, dövlət sənədi mənasında olsa sifət olacaq. Bir də deyirəm ki, rəsmi, yəni şəkil mənasında olsa isim olacaq. Yenə də gözəl rəsmi sözünü iki cür düşünə bildim. Amma yəni iş ondan bitmir də. Sənəd sözünə baxırsan. Sənəd burada isim daxı. Demək ki, B variantında da ismin olduğunu sən dəqiq şəkildə deyə bilərsən. C variantı qalsın deyə baxaq. Tarixi əsərlər. Tarixə əgər mən necə sona cavab versəm sifət olacaq. Bir də deyirəm ki, fən mənasında tarixi məsələn coğrafiya, nə? Burada da artıq olacaq isim. Amma əsər sözü isimdir. Yalnız əsəri isim kimi düşünə bilərsən də. Ona görə də D variantında da ismin olduğunu əminliklə deyə bildik. Y variantında vahid kitablardan istifadə edirdi. Yəni vahid biri var insan adı mənasında, yəni isim kimi. Bir də var ki, vahid yəni yeganə, tək, nadir, yəni sifət kimi. Amma kitab sözü burada isimdir. Deməli, Y variantında da ismin olduğunu dəqiq deyə bilərsən. Amma C variantında, cavab C variantıdır. İsmin olub-olmadığını əminliklə deyə bilməzsən. Mən buna bu cür yanaşsam, məsələn, desəm ki, gözəl yaşamaq istəyirdi. Ad kimi, insan adı kimi yanaşsam, gözəl orada olacaq isim, yaşamaq feil, istəyirdi feil olacaq. Bu məqamda isim var. Amma ikinci məqamda gözəl yaşamaq istəyir, yəni gözəl, yəni yaxşı, qəşəng mənasında feilə aiddir də, düzdür? Gözəl ikinci məqamda olacaq zərf, yaşamaq feil, istəyirdi feil. Fikir verdiniz, yəni birinci məqamda gözəl ad olanda isim oldu, amma ikinci məqamda gözəl, yəni keyfiyyət, yaxşı mənasında olarsa, olacaq artıq nə? Yəni feilə aiddir, zərfdir orada. İsim iştirak eləməyəcək. Yəni cavabımız olacaq əlbəttə C variantı.